Həmçinin iddia edirlər ki, sələflər hər hansısa bir şəxsə və dövlətə bağlıdır. Bu doğrudurmu? Bilirsiniz, hər kəs öz vətəninə bağlıdır. Hər kəs öz vətəninə bağlıdır. Bu bizim vətənimizdir, biz buna sevirik, istəyirik, dəstəkləyirik, əmin-amanlığı tərəfindəyik, sabitçiliyin tərəfindəyik. Elhamdülillah. Amma danışırlar da, biri deyir belə, biri deyir, çox danışırlar. Onlara fikir vermək lazım deyil. Bilirsiniz, onlar nəsə demək lazımdır da, çıxırlar, danışırlar da, nə gəldi danışırlar. Biri çıxır, nəsə deyir, orası deyir belə. Sadəcə, onlar boş söhbətlərdir. Biz hələ adamlara, işimiz yoxdur, hələ adamlara qarışmırıq. O səviyyəyə düşmək istəmirik olan səviyyələrinə. Bizim yolumuz aydındır, necə özümüz də aydınıq. Tək Allaha ibadət eləmək, ona şərik qoşmamaq və bu ibadəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə necə göstərib, deyib, o cür eləmək. Bəli, xurafatların əleyhinəyik. Xurafatların, möhmatçılıq və s. bölünmələrin əleyhinəyik. Bəli.